Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər Sumqayıt şəhər stadionundan sizlərə salamlayırıq. Bugün AFFA U14 liqası Sumqayıt Baku Sporting görüşünü sizlərə təqdim edirik. 5-ci turun oyunudur. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla azarkeşlərini sevindirəcək. Baş hakim Murad Səlimovdur, təcrübəli hakimlərimizdən biridir və görüş başladı, ona kömək edir Asif Abdullayev və Anar Bədəlovdur. Meydan sahibləri mərkəzdən topu oyuna daxil etdi. Biz isə komandaların heyətlərini isə təqdim edirik. Növbədə qonaq komanda Baku Sportingdən başlayaq. Qapıda 1 nömrə Aslan Həsənov, 2 İbrahim Məmmədov, 3 Said Axundzadə, 4 Əli Seyfullah, 5 kapitan Arif Həsənli, 6 Xan Əliyev, 9 Amin Qalayev, 10 Rüfət Həsənov, 16 Fərid Kazımzadə, 41 Harun Cabbar, 88 Sübhan Hüseynli. Baku Sportingi bugünkü görüşə Araz Əhmədov çıxarıb. İndi isə meydan sahiblərinin heyətini təqdim edirəm. Qapıda 31 Qabil Həzizadə, 2 Əli Bəşirli, 3 Kənan Həsənli, 4 Mehman Pırrıza, 5 kapitan Hafiz Rəsulov, 7 Anar Vəlizadə, 8 İmran Seyid Balayev, 9 Cavanşir Yusifli, 11 Murad Abbasov, 15 Nazim Quliyev. Komandanın baş məşqçisi Elşad Eyvazovdur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugünkü oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Hər iki komanda Gol TV üçün yaxşı tanışdı. İrəliyə doğru ötürmə izləyirik. Bu mövsüm gol qapıya zərbə, amma qapıcı Aslan vaxtında irəli çıxır. Bu mövsüm Gol TV-də artıq bu iki komandanın oyunu sizlərə təqdim olunub. Qarabağ Sumqayıt sərhədçidə keçirilən oyunda qapılara gol vurulmamışdı. Baku Sportingdə Qarabağla qarşılaşmışdı. Həmin oyun Məsudlar Hetisə ilə bitmişdi. 2-2 bərabər, amma qapıcı Aslan Həsənov yaxşı oynuyor. Komandasını qoldan xilas edir, hücum davam edirdi. 1 nömrədə qapıcı. Güncdən zərbə ilə Sumqayıt topu oyuna daxildir. İçəriyə doğru ötürmə. Başda qapıya zərbə, Anar Vəlizadə qola yaxın olur. Outdan Sumqayıt oyuncuları topu oyuna daxil edir. İrəliyə doğru ötürmə, Rüfət. Əla bir ötürmədir. Baku Sporting hücumu izləyir. Kapitan Arif. Sübhan ötürdü. Yenidən Arif. Rüfətlə oynuyor. 2 rəqəbin əhatəsini keçməyə çalışırdı və bəli, bunu bacarır. Ariflə yenidən Arifdən içəriyə doğru ötürmə. Qapı istiqaməti fərd. Zərbəsi qapı istiqamətinə getmir. Sumqayıt komandası əks hücum qurmaq üçün gözəl bir imkan qazanır. Yuli sürət hesabına rəqibini keçdi. Demək olar qapıcı üzbüz, amma topu qapıya vura bilmir. Çox yaxşı sürət yığmışdı. Bəşirli outdan topu oyuna daxil edir. Nazim. Ağıllı bir ötürmə, qapıya zərbə, top qapıdadır. Sumqayıt futbolçuları hesabı açır. İmran Seyid Balayev. Çox gözəl ötürmə. Nazim Quliyevin ötürməsini xüsusilə qeyd etmək lazımdır. Niyəsə sayağı bir ötürmə ilə yadda qalır. Vurulan qolun təkrarını bir daha izləyirik. Əla bir ötürmə idi. 8 nömrə topu qapıdan keçirir. Arif Həsənli komandanın kapitanı topu oyuna daxil edir. İrəliyə. Rüfət. Çevrildi, qapıya baxdı, zərbəsi. İstədiyi kimi alınmır. Baku Sportingin cavabı qolla gələ bilərdi. Sumqayıt komandası Murad Abbasov. Bu dəfə sağdan hücum qurmağa
çalışırlar. Yunis istiqamət Yunis. İçəriyə doğru qapıya yox, zərbə vurmadı. Cavanşir. Çox xırda bir toxunuş kifayət idi ki, Sumqayıt komandası ikinci qolu vursun. Said geriyə oynayır. Seyfullah Aslan riskli ötülməkdir. Sumqayıt komandası outdan topu oyuna daxil etdi. Qapıya zərbə, ikinci qol vurulur. Yaxın məsafədən qapıya zərbə indirməkdə, qol vurmaqda çətinlik çəkmir. Yunis Oruçsayda komandanın 11 nömrəli futbolçusu fərqi 2 topa çatdırır. Nizami Rüstəmlinin formasını göstərdi komandanın kapitanı Hafiz Rəsulov. O bugünkü oyunda iştirak etmir. Sumqayıt komandası daha bir out atışına yeniydi. Sanki az öncəki qolun təkrarına bənziyirdi. Harun topu irəli vurur. Hafiz Rəsulov kapitan. Əla bir ötürmə. Sumqayıt Cumu çox gözəl ötürmələr qapı istiqamətlə Anar Vəlizadə. Bəlkə də ötürmənin ona gələcəyini gözləmirdi. Görək. Aku Sporting buraxılan qollardan birinin əvəzini ilk hissədə çıxa biləcəkmi? Bəşirli solda oynayır. Cavanşir qapıya zərbə, qapçı bir nömrə. Aslan Həsənov. Amma Cavanşir yerdə qalır. Outdan daha bir ötürmə izləyirik. İmran Seyidbalayev çevrilməyə çalışır. Görüşdə vurulan ilk qolun müəllifidir. Murad da ondan ötürmə gözləyirdi. Outdan top meydana tərk edir və hakim isə ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılırıq. Hansı o fırana? Bir daha vaxtımız xeyir olsun, hörmətli futbol azarkeşlər. Sumqayıt Baku Sporting görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə Sumqayıtın vurduğu 2 qolla meydan sahibləri hesabı döndü. Cavanşir keçdi rəqibin cərbi meydan daxil. Cavanşir ona qarşı Seyfullah oynuyordu. Rahat hərəkət etməsinə mane olur. Görüş ərzində vurulan qolları bir daha xatırlayaq. İmran Seyidbalayev hesabı açmışdı. Yunisin qolu ilə Sumqayıt fərqi 2 topa çatdırdı. İrəliyə doğru ötürmə. Cavanşirdən əla bir ötürmə. Anar Vəlizadə qapı istiqamətinə zərbə. Topu qapıdan keçirir. Sumqayıt oyunçuları 3-cü qolu vurur. Komandanın 7 nömrəsi Anar Vəlizadə. Gol TV'yə çox yaxşı tanış biri olan oyuncudur. Artıq uzun illərdir ki, onun oyununu izləyirik. Anarın qolu. Vurulan bu qolun təkrarı bizlərə bir daha təqdim olunur. Cavanşir çox ağıllı bir ötürmə ilə yadda qaldı. Anar Vəlizadə dəqiq zərbə indirir. Cərmə zərbəsindən Baku Sporting oyuncuları topu oyuna daxil edəcək. Qapı istiqamətinə zərbə təhlükəli alınır. Artıq görüşdə hesab 3-0'dır. Yəqin ki, Baku Sporting səfərdən xalsız qayıdacaq. Sumqayıt isə 3 xalı vurduğu 3 qolla bayram etməyə yaxındır. Artıq görüşün də sonlarına doğru gedirik. Bundan sonraki dəqiqələrdə indi Rüfət Həsənov. Rüfət yox, alınmır. Kənan topun qarşısını kəsir. Baku Sporting buraxılan qollardan birinə vəzən çıxmağa çalışır. Kamran da ondan ötürmə gözləyir. Komandanın 18 nömrəli oyuncusu ikinci hissədə meydançaya daxil olur. Rüfət keçdi rəqibini ötürmə. Qapıya zərbə, top az fərqlə qapının üstündən keçir. Komandanın 17 nömrəli oyuncusu Yusuf'un zərbəsi idi. Cərmə zərbəsindən Baku Sporting topu oyuna daxil edir. Onlar qol vurmağa çalışır. Uzaq məsafədən qapıya zərbə, top qapı dirəndərək qayıdır. Əli Seyfullahın zərbəsi idi. Hakim isə hücumun davamında oyundan kənar vəziyyət qeydə alır.
Qabil Həzzadə yox, hakim topu oyuna daxil etməyə imkan vermir. Görüş başa çatır, hörmətli futbol azarkeşləri hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Baku Sportingdə komandanın kapitanı 5 nömrə Arif Həsənli, oyunun ulduzu isə Sumqayıt komandasının 9 nömrəli futbolçusu Cavanşir Yusiflidir. Təbii ki, bu Gol TV-nin seçimidir. Hörmətli tamaşaçılar, bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.